qılınc gücünə Şah İsmail necə məzhəbi yaya bilərdi? Şamaxıda yaşayıram. Şamaxıda yaşayıram mən. Şah İsmail gəldi Şamaxıya. Bütün Şamaxılıları yığdı meydana. Dedi, ay Şamaxılılar, bugündən hamı deyir Əliyən Vəliyullah. Qılıncını çəkib, hamı deyir Əliyən Vəliyullah. Və hamı da möhürlə namaz qılır. Bax, Şah İsmail meydanda Şamaxılılara bunu dedi. Eləmi? Okey. Şah İsmail getdi Təbrizə. Ordusu ilə getdi Təbrizə. Şah İsmail yatıb qalmadı ki Şamaxıda, elə deyil. Şah İsmail ordusunu getdi Təbrizə. İndi Şah İsmail Şamaxının Quşçu kəndində bir müsəlmanın evinin içində necə namaz qılmasına hansı mexanizmlə nəzarət edirdi? Təbrizdə olan Şah İsmail Şamaxının Quşçu kəndində bir müsəlmanın evinin içində namazı hansı tərs qılmasına, namazda niyyəti necə etməsinə, kontrolu hansı mexanizmlə edirdi, qardaş? Yəni, bu absurd bir şeydir. Qılınc gücünə şiəliyi yaydı. Yəni, bu çox absurd bir şeydir. Şah İsmail Şamaxılılarla, Şirvanlılarla qohum olub. Qohum olub. Şah İsmail quda olub Şirvanlılarla. Və Şah İsmailin ən sevdiyi şair Həbibi olub. Həbibi, Göyçaylı şair Həbibi. Bax, gedin maraqlanın. Yəni, Şah İsmailin ən sevdiyi şair Həbibi olub. Və plus, Şah İsmail öz qızın Şirvanşahın oğluna ərə verib. Və Şirvanşahdan qız alıb özü üçün. Yəni, quda olublar. Roma papasından çox katolik olmağına dəyməz.